Ölkədə saxta dərmanların satışı ilə bağlı məsələ uzun illərdir ki, gündəmdədir. Məhz bununla bağlı Analitik Ekspertiza Mərkəzi çıxış yolunu yeni rəqəmsal mexanizm, track trace sistemində görür. Belə ki, bu rəqəmsal izləmə müasir dövrdə ən effektiv vasitələrdən biridir. Bu sistem vasitəsilə hər bir dərman vasitəsi qutusuna unikal seriya nömrəsi verilir. Dərman vasitəsi aptekdə satıldıqda və ya tibb müəssisəsində istifadə edildikdə həmin kod sistemdə deaktiv olunur. Əgər eyni kod ikinci dəfə istifadə edilərsə, sistem dərhal xəbərdarlıq verir. Bu mexanizm saxta və ya təkrar dövriyyəyə buraxılan dərman vasitələrinin operativ aşkarlanmasına imkan yaradır. Nəticədə sistem saxta dərman vasitələrinə qarşı güclü rəqəmsal sipər rolunu oynayır. Dərman vasitələrinin hər bir qutusunun izlənməsi və hər bir satışın qeydiyyata alınması onların təhlükəsiz təminatının əsasını təşkil edir. Təqib izləmə sistemi hər bir dərman vasitəsinin yolunu görünən edir və təhlükəsiz istifadəyə zəmanət verir. Bu sistem eyni zamanda vətəndaşlar üçün də əlçatan olması nəzərdə tutulub. Vətəndaşlar yaxın gələcəkdə istifadəyə veriləcək mobil tətbiq vasitəsilə dərman vasitəsi haqqında bütün əsas məlumatlara görə onun saxta olub-olmadığını yoxlaya, hərəkət tarixçəsini izləyə və təhlükəsiz istifadəsinə əmin ola biləcəklər. Gələcəkdə aptekdən aldığınız dərmanın saxta olub-olmadığını belə yoxlaya biləcəksiniz. Bunun üçün xüsusi texniki bilik tələb olunmur. Sadəcə dərman vasitəsinin qablaşdırılması üzərində yerləşən datamatris kodunu skan etmək kifayət edəcək. Bu vətəndaşlara daha etibarlı və təhlükəsiz seçim etməyə imkan yaradacaq. Hazırda track trace sistemi olmadığına görə vətəndaşlar digər yollarla saxta dərmanları ayırd etməyi bacarmalıdırlar. Bunu müəyyən etmək üçün ilk növbədə qablaşdırmaya diqqət yetirilməlidir. Belə ki, yazılarda qrammatik səhvlərin olması, rənglərin solğun və ya keyfiyyətsiz görünməsi, dizayn fərqlilikləri şübhə yarada bilər. Bundan əlavə istehsalçı barədə məlumatların natamam təqdim olunması da risk əlaməti hesab olunur. Mütəxəssislər bildirirlər ki, bir çox orijinal dərmanların üzərində holoqram, QR kod və digər qoruyucu elementlər yerləşdirilir. Ya seriya nömrəsi yoxdursa və yaxud da şübhəli yazılıbsa, bu zaman isə mütləq aptekə təkrar müraciət etməkdə fayda var. Dərmanın rənginə baxmaq lazım. Rəngi dərmanın solğundursa, hər hansı dərmanın tərkibindəki, qutusundakı hər hansı bir defekt varsa, qutusunda şübhəli bir görüntü varsa, bu zamanda təkrar dediyimiz kimi həkiminlə danışmaq, aptekdə əczaçı ilə bu dərmanı məsləhətləşmək vacibdir. Bir də ən önəmlisi, dərman alınarkən güvəndiyimiz, inandığımız apteklərdən dərmanın alınması bizim saxta dərman təhlükəsini bir növün aradan qaldırmış olar. Qiymətin bazar dəyərindən xeyli aşağı olması da mühüm xəbərdarlıq siqnalıdır. Bu kimi hallarda məhsulun mənşəyini daha diqqətlə araşdırmaq tövsiyə olunur. Mütəxəssislər vətəndaşlara dərmanları yalnız rəsmi apteklərdən almağı məsləhət görürlər. Sosial şəbəkələr və qeyri-rəsmi satış kanalları vasitəsilə əldə olunan preparatlar isə yüksək risk daşıyır.